Şirkətlər psixoloji olaraq o rahat ortamı yaradanda insanlar öz sıxıntılarını deyə bilirlər. Bəzən şirkətlər insanların sıxıntılarını fərqli dəyərləndirəndə, yəni sənin problemin var, sən mənim işimə yaramırsan, mən səni uzaqlaşdırım, o zaman insanlar o problemləri demirlər, o problemlə yaşayıb iş sahəsinə gələndə qəza olma olasılığı daha da artmağa başlayır. Ona görə də ağıllı şirkətlər işçilərə, əməkdaşlara Deşarj etdirmək. imkan yaratmıyor. Burada bir fərq var da. Buna imkan yaradan şirkətlər, yaratmayan şirkətlər. Yaradan şirkətlərin avantajı ondadır ki, üstünlüyü ondadır ki, o məsələni, məsəl üçün, o bir şəxsin yaşamış olduğu problem, hətta bəlkə o gün ona istirahət versən, amma onun törədəcəyi böyük qəza o körtünün bəlkə də işinin bəlkə çox uzanmasına səbəb ola bilər, bir çox insanın vəfat etməsinə ola bilər. Yəni, bayaq da statistik olaraq da danışırdıq bu qəzaların ən böyük səbəblərindən biri yorğunluqdur. İnsanların çalışma saatından daha çox çalışdırılması, hətta pulunu ödəsən belə, bu əhəmiyyət daşıyan bu qanuni tərəfidir. Qanunla icazə verilən hər şey hər zaman etik sayılmır. Çünki o qanun çərçivəsi müəyyən olunur, amma hər şəxsin fiziki gücü, onun qabiliyyəti daha fərqlidir. Biz 9 saat, 8 saat iş rejimini 15 saata yükləsək, əlavə pulunu da ödəsək, biz bunu insana yorğun halında qanunidir, amma yəni təhlükəsizlik Onun yorğun olma həqiqətini. Bəli. Və bu çox önəmli.